Ermenistan koşulları giripler Kəlbəcər rayona ve Laçının şimal kentlerine. Dinç sakinlere yol verecek. Yollar bağlıdır. Onsuz da sizin kaçmaya eşeğiniz yoktu. Bilirsiniz, o kadar büyük bir panika düşmüştü ki. En esas ise deyirəm, bax, o vaxtın uğursuzluqları Vahid komandanlığın olmadığıydı. Biri Surət Hüseynova tabidir, biri orduya Rəhim Qazıyeva tabidir, biri İskəndər Həmidova tabidir. Kəlbəcərə bizim vertolyot gəlirdi, bəzi adamları vertolyotla daşıyırdılar. Bəzi adamlar da elə yük maşınları zat babeləsinə yığışırdı. Bəziləri də hətta belə deyim ki, piyada kəndlərdən qaçırdılar. Dəhşətli bir mənzərə idi. Elə bil, bax, orada mənə göstəriş verildi ki, o körpünün üstündə, o Çiçəkli dağın üstündə durum ki, o körpü həmin Murova gedən körpündə tapşırıq da artıq belə qoyulub ki, cəmaatın Kəlbəcərdən çıxması üçün körpünü saxlayım. Bax, eləcə körpünü saxlayıb, ayın dediyim kimi ikisindən üçünə keçən gecə mən də şeyləmişəm. Amma ermənilər ora həm Ermənistan tərəfdən hücum eləmişdilər, həm də Ağdərə tərəfdən. O səhnələri çox çətin təsəvvür eləmək. Yəni, həm uzun illərdən bəri qazandıqlarından əl çəkirsən, həm də insan canını götürür də. Yəni, var dövlət tərəfini demirəm qətiyyən. İnsanlar, doğmalar sanki bir-birini axtarmır, doğmalar sanki bir-birini qoyub qaçmağa, canını qaçmağa məcbur olduğu bir səhnə vardı. Ən birinci növbədə Kəlbəcərin harada bir rəhbər işçi vardı, onlar ki. Harada bir rəhbər işçi vardı, evində, uşağında, arvadında yetmişlərdi. O səhnəni təsəvvür etmək çox çətindir. Amma hər halda o çətinliklərə belə deyək də, sinə gələrək insanların əksəriyyəti piyada Kəlbəcərə gəlib çıxdı. Kəlbəcərdə belə deyək də, qismən demək mümkünsə istirahət edərək, nəfəs dərərək, oradan da piyada meşə ilə Murova üst tutdu. Yorulub yolda qalan kim? Çox çətindir. Yəni, mən deyirdim ki, bəlkə də Xocalıdan sonra ən çətin Kəlbəcər. O vaxtki ordu pərakəndə ordu idi, düzdür. Hamı canfəşanlıq eləyirdi, fanatlıq eləyirdi, gedirdi. Amma görürdün ki, bir şey ki, texnika düzəlirdi, beter, hündür zastavaya çıxa bilmirdi. Deməli, burada da nəysə əl var idi. Son məqama qədər vuruşdu. Son məqama qədər. Lan axırıncı kalırdı. Kəlbəcərlə vidalaşırıq. Axırıncı dəfə biz kəşfiyyata gedəndə Söyüdgə ki, Ermənistan tərəf oradan görünüb bir dağın üstü qardı. Qarın altından oyub getdik. Əvvəlcə polkovnik Eldar Həsənov getdi. Getdi, qaydandan sonra dedi, vəziyyət pisdir. Mən gəldim, düşdüm o Çiçəkli dağdan, o körpünün qolu. Gecə gəldim bu Yanşaq kəndinə. Saat 11-12 belə gecə olardı. Ayın ikisi. Telman Orucov var, polkovnik. O
Sonra yenə 1-2 nəfər beləsinə desən Qalib İsayev kimi dinləsən 1-2 nəfər yenə zabit Yanşaq kəndində elə bil qərargah kimi orada oturmuşdular. Mən gəldim məsələn deyəndə ki, bu məsələlərə görə verildi də. Niyə bir əməlli başlı məsələn bir ehtiyat qüvvəsi yaradılmır? Niyə əməlli başlı öyrədilmir? Niyə belə deyək, yaşlıları vaxtından əvvəl tərxis ordudan çıxartdılar ki, cavan uşaqlar daha yaxşıdır. Bu cavan uşaqları yığ, bir əməlli başlı tutmasa 5-6 ay təlim keç göndər də. Ona kimi bu yaşlılar, biraz təcrübə görmüş adamlar döyüşəydi də. Yəni bunlar nə təlim görüblər, nə bir şey anlayırlar. Birdən-birə gətirib bu 200 adamı tulla bura, bir tut səsəcdən, güllə səsəcdən kimi geri çəkilir. Sözümü dedim, elə uzanıb yıxıldım, yatdım. Səhər işıqlaşmağa yaxın biz də yuxarı qalxdıq Murova tərəf, Yanşaqdan. Mən xatırlayıram, o zaman mənim 17 yaşım vardı. Bizdən 700-800 metr arxada qalan qonşu kənd sakinləri girov düşmüşdülər. Вы откуда? Kəlbəcərski rayon. Kəlbəcərskaya. Kəlbəcərski rayon. Bax bu kəndə kim var? Sən təksən? Bu kənddə o gözəl görünməz şəhərdir, heç kəs yoxdur. Ermənilər o qədər bizə, necə deyim, yaxınıdır da, məsafəcən yaxınıdır. Atəş altında cəmaat məcbur oldu ərazini tərk etməyə, güllələrin altında. Kəlbəcər işğaldan öncə 2-3 il idi ki, artıq işıq yox idi. Demək olar ki, kəndlərdə lampa deyirdik da, neftlə yanan lampanın işığı altında hər hansı bir şərait qururdu, belə deyək. O işıq, güllələrin işıqları bizə sanki indiki gördüyümüz o sayrışan işıqları xatırladır. Başımızın üzərindən əsirdi. Yol Murov dağının yarısına gələndə Yanşaqdan yuxarı Meydan çayı deyirik. Meydan çayında cəmaət çıxır. Yol bağlı, piyada gedənə baxırsan, ayaqyalın gedənə baxırsan, çıxmalıyıq. Mütləq. Qardır, ödə yağış yağır, sulu qar yağır. Səhər saat 7 tamamında yolun başında, indi oraya Ömər aşırımı deyirlər. Ömər aşırımında dayandıq. Dedim, Nəsibov, buradakı bu qar tayası məni yaman şübhələndirir. Baxı dedim, bir daha bu maşına oxşuyur, evə oxşuyur, tamam qar üstünü örtübdür da. Dedi, ağıllı fikir gəldi. Belə gəldik, biraz getdik. Üçümüzdə. Gedəndə dedi, yox, bu elə o vertolyot düşürdü, yük boşaldıqlar buraya, böyük yükdür. Və onda yadımdadır, avtomatın noju ilə qarı eşdi, çoxlu qadın paltarları çıxdı. Tamam soyundurmuşlar. Haradasa bir 18 nəfərin paltarı, uşaqlı, böyüklü, alt paltarı, görünən müsibətlər çəkmiş. Gecə saat 12 idi, bir də baxdım ki, Qaraqayın başının üstündə elə bir şəhər işıqları yandı. Texnikalar hamısı çıxıb, Kəlbəcərdə bir ev, 2 ev yanmağa başladı. Biz ailədə 7-8 nəfərdik, hamının birlikdə çay içməyə stəkanı yoxdur. Amma bugün dövlətimiz var olsun, bugün hər şeyimiz var. Bugün hər şeyimiz var, bugün Kəlbəcərimiz var, bugün hər şeyimiz var. Hər anı çətindir. 5-6 plasmas stəkan var idi, növbə ilə onda çay içirdik. Bilirsiniz, mən indi xatırlayıram, bax, Rəhim Qaziyev məhkəməyə vermişdilər. İndi mən deyə bilmərəm, onun nə qədər günahı var, ya günahı yoxdur. Amma məsələn, məni maraqlandıran bir şey var indiyə kimi. Bax, 701 saylı hərbi hissə çox uğurla irəliləyirdi. Yəni, yol
açılmışdı Ağdərə Kəlbəcər yolu. Və biz də artıq o Vənkli deyilən yerin üstündəydik. Yəni mən onların o məşhur kilsələrini zadı belə yuxarıdan görürdüm. Əməliyyatı uğurlu gedən hərbi hissəni niyə götürüb atdılar Laçına? Biz özümüzə qərim olmuşuq dədə. Burada heç bir Kəlbəcərin hər bir qayasının dibində bir dənə qadın oturardı. O qadın Kəlbəcər cəmaatını müdafiə edə bilərdi. Qənizadə bizim evimizi yıxdı. Qənizadə konkret, Qənizadə sürətin adamı idi. Mənim canım üçün, ağsaqqalam, mənim oğlum Qarabağlıdır. Bax, bunun ölmüşünə demək Qənizadə getdi Ağdaman suyundakı o ermənilərin tankı ki, beteri ki yığılmışdı, getdi onun içine başladı orada ermənilərlə söhbət eləmək. Amma niyə yolu bağlamadıq? Bax, niyə icazə vermədilər yolu bağlamağa? Bax, o niyələri mən onu görə deyirəm. Mənim, məsələn, səlahiyyətimdə deyil. Mən özümdən indi sözlər deyim ki, buna görə yanlış bəlkə də olacaq. Ahalini aldada, Xocalı qırğının istəyirdilər bizi qırsınlar. İkimiz oturduq, mənim Niva maşınım var idi. Gəldik. Bizdə qaya baş-başa gələn yer deyirik. Dar dərədir, qayalar baş-başa gəlir, yol oradan gəlir. Orada erməni zat qabağı kəsirdi. Mən nömrələri açdım. Qabaqki nömrəni aça bilməm, zığladım. Palçına toxunmaz. Amma Zaur rəhmətlik dedi ki, yox, oradan getməyim. Vuracaqlar. Dedim, yox. Allah. Dedi ki, bir də bizdə bu Güney Fəya tərəfdən bir yol var, o çətin yoldur. Özü də oradan da mühasirəyə ermənilər sala bilərdi. Biz çünki Ermənistana yaxın yol. Nəysə gəldik, adlar, mənim maşını vurdular. Mən tərəfdən vurdular, mənim da qəlpəm də var. Bu tərəfdən qapının başını deşdi, keçdi. Çıxdıq, heç dayanmadı, elədim. İndi başqa maşındır. Gəldik yuxarı. Gəldim bu Nəsrəddin Rafiqin yanına. 2 nəfər demişdim, yaralanıb. Amma bu Nəsrəddin Rafiqin vəziyyəti ağır idi. Gəldim ona yaxınlaşdım. Mən yaxınlaşanda əlini mənə tərəf qaldırdı. Əlindən mən tutanda mənə dedi ki, bağışda komandir, sənə kömək eləyə bilmədim. Yəni tez yaralan. Və bu sözdən sonra da elə gözlərini yumdu. Amma şükürlər olsun ki, onların qanı yerdə qalmadı. Və bu 44 günlük müharibədə torpaqlarımız alındı, o cümlədən Kəlbəcər də. Onların mən hesab eləyirəm ki, ruhları o dünyada şaddır, sevinir. Bu, qızıl hərflərlə tarixə düşdü. Allah ordumuzu qorusun, prezidentimizi qorusun. Faciəni xatırlamakla yanaşı, bizi qürurlandıran günləri yaşayırıq. Allah şəhidlərimizə rəhmət eləsin, Allah dövlətimizi var eləsin, Ali Baş Komandanımızı qorusun. Yəni, o günlərlə yanaşı bugün biz torpaqları şəhidlərin ruhu qarşısında baş əyərək gedib ziyarət edə bilirik. Kəlbəcərin azad edilməsi tarixi hadisədir. Kəlbəcərin işğal altına düşməsi isə xalqımızın böyük faciəsi idi. Kəlbəcər rayonu işğal altına düşəndə artıq AXC Müsavat cütlüyü öz çirkin əməllərinə çatmışdı. Onların həyənətkar, satqın, antimilli hakimiyyəti bax Kəlbəcərin işğalını şərtləndirdi. Biz bugün buradayıq, Kəlbəcərdəyik. Çox gözəl, Azərbaycanın gözəl güşələrindən biri olan Kəlbəcərdəyik və burada biz bundan sonra əbədi yaşayacağıq. Kəlbəcər bizimdir, Qarabağ Azərbaycandır.